Salamünaleyküm. Mən bugün sizlərlə yenidən Ramiz Mehdiyenin həbsindən danışmaq istəyirəm. Nə yaxşı ki, belə hadisələr tez-tez olur, yoxsa Səidə Bəkir qızı, Cabir hamısı yaddan çıxır. Bax, mən də bugün çıxışımı bu Ramiz Mehdiyenin həbsi ilə əlaqələndirirəm və bunun da əsas məqsədim burada reytingdir. Yəni, mən sizə bəri başdan deyim, başqalarından fərqli olaraq mən görürsünüz Allahın boynuma. Bizim ölkədə ya gəlib baboşlara baxasan, ya dedikodulara, Şahnaz muğamını kim necə ifa eləyə bilər ondan və yaxud Cabir, Səbidə Bəkir qızının fəaliyyətləri. Bax, bugün Ramiz Mehdiyenin həbsini görünən mən nə ilə əlaqələndirirəm? Bu, keçmişdə Səhiyyə Naziri vardı, indi də var Əli İnsanov. Yadınıza gəlir onun həbsini. Onu da demək olar ki, Əli İnsanovun bugünkü həbsi ilə eyni statya ilə, yəni məcəllə ilə demək olar ki, həbs eləmişlər. Evindən küllü miqdarda qızıl əşyalar çıxmışdı. Sonra çoxlu pul dövlət əmlakının talan edilməsi və dövlət çevrilişinə cəhdlər. Həmin demək olar ki, statyaların hamısı bugün Ramiz Mehdiyevdə var. Bəri başdan deyim ki, Əli İnsanova qarşı olunan təşkil olunan bu hadisələrin başında elə Ramiz Mehdiyevin özü dururdu. Yəni, onun təşkilatçılığı ilə bu məsələlər bax, bu cür başa çatdı və o adamı həbs elədilər. O gözəl Allah deyir ki, insan elədiklərini bu dünyada görməmiş gedə bilməz. Yəni, etmisənsə eləyəcəklər. Onu sənə gözündə göstərib sonra yola salırlar. Bax, Allahın haqqı, ədaləti burada yerir. Mən demirəm, bu kimsə düzdür, bu məmur düzdür, o birisi düzdür. Mənə o maraqlı deyil. Amma Allahın necə ədalətli olduğunu Ramiz Mehdiyevin obrazında göstərir. Bizdə fikirləşirlər ki, bu qədər adam yeyir, talayır ölkə malını, mülkünü, ya da xalqın malını və cəzasız gedir. Görürsən, gec də olsa güclə olur. Bax, Əli İnsanov da bu cəzalarla cəzalandırılmışdı. İndi həmin cəzanı təşkil edən adamın özü həmin təliyə düşür. Görürsən, Allahın haqq ədaləti bəzən insanların əli ilə eləyir. Bəri başdan deyim, reyting xatirinə çıxış elədim.